onun vətənpərvərliyinə vuruldum, onun peşəkarlığına vuruldum, onun fərasətliliyinə vuruldum. Mən məsələn onun kimi ola bilmərəm. Bugün o xanım bütün Azərbaycanın bölgələrinin gəzir və şəhid ailələrinin yanındadır. Şəhid ailələrinə də o lazımdır. Esmira Günəş. Buyurun, alqışlayın həmin xanıma. Ola bilər bizim xasiyyətimiz ayrıdır, ola bilər baxışımız ayrıdır. Hamımızın xoşuna gəlməyə də bilərik, qəbul etməyə də bilərik. Amma vətənpərvərlik tamam başqadır. Elə deyilmi? Razısınızmı mənimlə? Bax, bu xanım vətənpərvər bir xanımdır. Əziz Esmira xanım, olsun ki məndən incimisiz. Bu xanım bir dəfə də olsun soruşmadı bu illərdəki Aygün xanım. Nə oldu, o kitab hazırda ya yox? Sözünün üstündə durdu. Buna görə də mən sizə minnətdaram. O səbirə görə minnətdaram. Yenə deyirəm, bizim xasiyyətlərimiz ayrı ola bilər, baxışlarımız ayrı ola bilər. Kimsə hansımızı qəbul edə bilər, etməyə bilər. Bunlar başqa şeydir. Amma bizi birləşdirən bu vətən sevgisidir, vətənpərvərlikdir və biz hər zaman ailələrin yanında olacaq. Və o görmüyor bu kitabı. Sırf biz olaraq adını da bilmədi ki, mən o adı ora qoyacağım. Hansı ki, layihələrdə ad qoyulmur. Yalnız özüm olmalıydım. Amma gənc qadın kimi mən onun adını öz yanımda qoydum. Buyurun kitab. Təşəkkür edirəm Aygün xanım. Uğurlarınız hər zaman bol olsun. Bir şair üçün, bir yazar üçün, bir jurnalist üçün, əli qələm tutan hər bir şəxs üçün şəhidlərdən yazmaq çox çətindir. Həqiqətən çox çətindir. Çünki bizim bu kitabın, bunun kimi yüzlərlə kitabın vərəqlərinə süzülüb tökülən sətirlər qələmin mürəkkəbindən süzülmür. O bizim qəlbimizin qan yağlısı, gözümüzün qan yaşıdır. Bu kitab asan ərsəyə gəlmədi. Biz bu kitabı 3 il bundan əvvəl başlamışdıq. Və Aygün xanım da təsdiq edir. Az əvvəl bir aya yazıldı, bir aya ərsəyə gətirdik dedi. Mən o şeirləri yazanda əməliyyatdan yeni çıxmışdım. Və təsəvvür edin, reanimasiyadan aylar ayrılmaz Aygün xanımın mesajlarını gördüm. Esmira xanım, bilirəm. Bu halda necə yazacaqsınız onu da bilmirəm. Amma kitabımız yubanmasın dedi. Mən o xəstəxanada belə bir gün şəhidlərə şeir yazmadığım gün olmadı. Həyat hərəni bir cür sınağa çəkir. Hamımızın bu həyatda enişli yoxuşlu günlərimiz olur. Yıxıldığımız günlər də olur. Amma o yıxılanda tutuna biləcəyimiz bir dal axtarırıq. Bir ümid yeri axtarırıq. Sığına biləcəyimiz bir liman axtarırıq. Sənə ehtiyacımız var deyən bir kəlmə səs axtarır qulağımız. Mən bu həyatın
ən çətin günlərində şəhid ailələrinə sığınmışam. Nə qədər çətin günlərim olsa da, bəs onlar necə dözür deyib dayanmışam ayaq üstə. Onlar da sağ olsunlar ki, həqiqətən sağ olsunlar ki, hər zaman əziyyətimizə dəyər veriblər. O bir kəlmə Allah balanı saxlasın cümləsi var. Bizim üçün çəkdiyimiz bütün əziyyətlərə dəyərdir. Şəhidlər haqqında 40 kitab yazmışam. Amma bugün bu səhnədə yüzlərlə tədbir keçirsəm də ilk dəfə çox həyəcanlıyam. Çünki ilk dəfə bir bölgənin bütün şəhidlərinə yazdığım şeirlər bir kitabda toplanıb. Hər dəfə şəhid tədbirlərinə gedəndə çox vaxt qarşılaşdığım sual olur ki, sən mənim uşağıma heç nə yazmamısan. Deyirdim, vallahi yazmışam. Amma işıqlandırmağa imkanımız yoxdur. Şəhidimiz çoxdur axı, hamısını gücümüz çatmır işıqlandırmağa. Yazıb sadəcə sosial şəbəkələrdə paylaşa bilirik. Amma gələcək nəsillər unutmasın deyə kitablar vacibdir. O məktəblər, bu gün məzun olan şagirdlər kimi minlərlə şagirdlərimiz tanısın deyə kitablar vacibdir. Mən Aygün xanıma təşəkkür edirəm ki, Sumqayıt şəhidlərinin hamısına yazdığım şeirlər nəhayət ki işıq üzü görür. Və təşəkkür edirəm ki, nəhayət ki bundan sonra tədbirlərdə bir yerə gələndə daha heç bir şəhid anası mənə deməyəcək ki, mənim uşağımdan yazmamısan. Bizim həqiqətən də yazdığımızın sübutudur bu. Gec də olsa aramıza gələn körpəmiz ayağın sayalı olsun. Uğurların bol olsun. Səsin, sorağın sərhədlər açsın inşallah. Və kitabın yarım müəllifi kimi Aygün xanımla birlikdə bu kitabın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə mən də təşəkkür edirəm. Var olun. Sistem əlində qal. Bir daha təşəkkür edirik. Esmada Günəşi alqışlayaq. Biləkdən alqışlayaq. Var olun, yazın, yaradın. Mənə elə gəlir ki, əli qələm tutan, hər bir kəs qələm tutan, söz adam olsun, həmkarım olsun, fərqi yoxdur. Mütləq nəsə yazmalıdır. Evlərə gedirlər. Mən keçən dəfə damladım bir qrupu. Dedim, gəldik bu evə mənzilə. Ancaq söhbət elədiniz. Bəs o ana danışmaq istəyir. Biz anaları danışdırmalıyıq. Analar danışanda qulaq asmalıyıq. Biz gəlib müəyyən olmasın belə, verməyin sayıta, verməyin qəzetə. Ən azından sosial şəbəkə də bugün aktiv olan. Sosial şəbəkədə yazmaya ola ki, mən getdim Naxçıvanda bu ailəyə. Yaz ki, bu ailədə o şəhid haqqında bir neçə kəlmə yaz. Ən azından kimsə oxuyanda şəhidin adı onun beyin yaddaşına yazılacaq.